Təxminimiz var. Ne olabilir sürpriz? Demir de mənim arzum. Sonra hara gedirik? Hara getdiyimizi bilmirəm. Aydın defizə. Bu dəfə bilmirsən, ha? Hə, sürpriz hazırlamışam. Gedirəm görək. Nədir sürpriz? Nədir? Sen yola bak. Bura bax. Yaxşı, bəs təxminim var. Mənim əslində var. Amma deməyəcəm. Deyil. Onda belə eləyək. Düz çıxsa denə. Hə, düz çıxsa deyil. Sonda deyim də. Sənə sürpriz onsuz çox vaxt alınmır. Ümumiyyətlə sən hər dəfə nəsə eləyirsən, pozursan da. Belə Bax yenə də gedirik sürprizə, amma ki gecikirik. Yəni mən qorxuram ki o boyda yolu gedək. Atqın olsun. Nə danışırsan? Olmazaq bir şeydir. Atqın ola bilər də. Oy. Çünki hazırlıq görüblər. Ne deyiblər? Necə düşünməmişlər. Ki atmen olma biləcək. Bəs ona görə deyirdim də dünəndən ki, biraz elə eləyək ki, vaxtında çataq. Mən elədim, nə deyə bilərəm? Yenə həmişə kimi gecikirik də, yox? Biz çıxaq. Az gecikir. 12-də orada olmalıyıq, 12-15 dəqiqə qalır. Çox gözəl. Sən qoysan, Bəlkə mən həmisi istədiyim 45 kilometr yolumuz var. Mən istədiyim kimi sürsəm 15 dəqiqə oradasın. Heç nə. Sən istədiyin kimi sürsən bilmirəm, harada olacaq. Amma sizin təxminimiz var, Nazlı? Təxminimiz var. Ne ola bilər sürpriz? Ağlınıza gələn nəsə var? Ayən, sən belə şeyləri göydə tutansan. Yox. Şu çatdırığın az qalıb. İndi görüm. Sonra gözlədiyi kimi oldu, gözlədiyi kimi deyil, sevinəcək miyim? Möhkəm danışsan, mikrofonumuz yoxdur. Deyirəm ki, hər ehtimalda sevinəcəm. Çünki məni fikirləşib sürpriz eləməyi daha sevindirici bir haldır. Bildin nədir? Firmadır da. Hə? Firmadır. Atlara götürmüsən. Hə, demirdin arzumdur at təlimi. Qardaş, buradır da at yeri. Hə, danışmışdıq. At Gəlik. təlimə gətirmisən. Hə, at təlimi yazdırmışam səni. Düzdür, bu mən nərim şeydim, bizim evin yaxınıydı. Bu Karabağda şey, bura remonta bağlanıb. Ona görə bura köç verərik. Zıfarmındakı. Şeydə də yox, Zıdırda, Zıdır açıqlıq yoxdur. Mən qoyacam. Demirdim mənim arzumda at çapmaq öyrənmək istəyirəm. Bir müəllim tutmuşam, təlimi yazdırmışam səni. Bugün iş dərsidir. Görək nə öyrədiysən. Mən də cinslə zadla Mən sənə demişdim, nə təxmininə geyim, bu dirəşmədim ki, bilməyəsən. Buranın təmirinə bağlı başqa da gəlib Mərdəkan, amma bu yer şeydədir. Cıdır yoxdur, atçılıq. Orayla danışmışdım. Keçən ay işləyirdi, keçən həftə işləyirdi, bağladılar. Gedək, atlara baxaq. Qardaş, bu olacaq at. Təlimdə. Adı nədir bunun? Tayfun. Tayfun. Türk adıdır. Ay sağ ol. Nə necə ki at sənə? Ən sevimli atı deyir şeydir, mehriban atdır. Ayağın sən Barbie minəcəksən? Mən də sən birinci Barbie'dən başla. Elə Barbie'dən başlayalım. Hamısı bu Barbie. Mama bunu bəlkə nə yerlənməsin. Bir dəfə rayonda binmişdim, yerləndirdi, boxdum. 2, 3. Qəşəng. Bu tərəfdən düşmədin yaxşı ki, inanırsan. Əsəbəşmədi bu? Bu niyə belə elədi? Belə yox. Belə. Bir əndən Ayağı sal o tərəfə, sonra ayağı qoy. Bu ayağı sal o. Orada qoymalısan ayağı. Bir iki bax duranda dura bilirsən. Lazım onu dura bilərsən. Ha, sağ ol. Çox yelənəndə ayağından qalxıb düşməyi elə. diziniz həmişə sıxı vəziyyətdə olsun. Elə bir tə. Ayağa tutsunlar. Aferin. Все. Getdi Tayfun. Hə. Sağa tək. Sağda bax. Ya Allah. Güzel nakı. Həmin o afada deyir. Tək əzim baş. Sola tək. Sol qabanı bura. Ayağa. Yaraşıqlı Tayfun. Bu vəziyyətlə gedən deyirsən. Hı. Deyirəm amma dizlərini sıxın. Ümumiyyətlə diziniz bura həmişə sıxılı olmalı. Sıxılı, hə hə. Nəyə görə? Düşməmək üçün. Düşməmək üçün. Get görəm.
Yox, düzdür. Əla. Köhnə kişilərdən ha. Güzel, bax, güzel. Fikir yayını bax. Nə oldu? Xoşuna gəldi? Fikirlərindi. Gözəl müəllim birinci desin. Öyrənə bilir qardaş? Hə? Mükəmməl. Birinci dərsin yaxşı idi. Əla, qorxusu yoxdur. Hə, siz qorxdunsa heç eləmək olmur usta. Necə idi? Rahatsın? Amma deyəsən yoruldun. Çox yoruldum, amma özümü bir dəqiqə o qədər bəxtəvər hiss edirəm. Çox xoşbəxtəm. Mən də Heç nə. üzümdə bu böcülərdən var. Deyəsən ha, de. O, nə qədər şey. Də bəs. Üç başımız da var. Düşsün də kamera. Ayağının futbolkasını geymişəm. Heç nə. Hoşum sürpriz olmasa da təxmin eləsən də axır istədiyi oldu. Sonra təxmin edirəm. Bunun xəyalım bəlkə də bir 2 il idi qururdu. Ha, mən hər dəfə videolar göndərirdim ki, nə gözəldir. Atdan gedən adam. At çapan yerdə qızları yəni dəli olurdum ki, necə gözəldir. O necə bir duyğudur ki, yəni maşınla gedəndə adam təsəvvür edir, o sürət necə adrenalin verir. Təsəvvür elə ki, burada maşın deyil də, yəni sən tək və hava ilə təmasdasan. Superdir. Mən də birini sürdüm biraz. Yaxşı idi. Mən də öyrənirəm, atalarıq, çaparıq.